Salam aleykum, hardayam? Deməli, Qobdayam. 3 nömrəli məktəbə yaxın Kupçalı. Evində kupçası var, torpağında kupçası var. Şəxsi tikili evdir. 4 sotun içərisində şəxsi tikili ev axtarılırsa, düz ünvandasan və kombisinə qədər hamısı var. Burada bir dənə bir zalı burdadır. Otaq sayı çoxdur evdə. Qalxaq ikinci mərtəbədən tanışalaq, sonra birinci mərtəbəyə baxarıq. Buradan gəldik. Həyət baca genişdir, məktəbə yaxın ərazidə yerləşir. Buradan belə boylanırsa məktəbi, elə ikinci mərtəbədən baxanda məktəbi görürəm bu dəqiqə hazırda. O bir dənə burada böyük zaldır. Zalda 2 qapısı var balkona çıxmaq üçün. Öz təmiz səliqəli evdə alıb rahatlıqla köçüb yaşaya bilərsən. Bir dənə burada geniş yataq otağıdır. Bunun da ölçüsü kifayət qədər genişdir. Qazı, işığı, suyu, yəni hamısı var. İpoteka yolu ilə də ala bilərsən. Cüzi məbləğin çatmasa, onun da ki, daxil kimi oturub danışmaq olar haradasa. Yəni az məbləğin çatmasa. Burada da hamısı aksesuarlarda hamısı qoyulub, hamısı edilir. Bir dənə də burada normal yataq otağıdır. Deməli, ikinci mərtəbədə 2 yataq otağı, 1 zal, aşağıda da düşər. Yəni görsədə ölçülər çox genişdir. Düşdük birinci mərtəbəyə. Aşağıda da mətbəxdir. Geniş həyətdir. Bacalı. Buradan gəldik. Burada bir dənə geniş mətbəxdir. Bir dənə burada mətbəxdir. Normal ölçüdə pəncərəsi öz həyətini görür. Həyət bacası da çox genişdir. Burada da birinci mərtəbədə də var hamısı üzəri. İkinci mərtəbədə də var. Aksesuarlar qoyulub. Bir dənə də burada geniş yataq otağıdır. Onun da ölçüsü kifayət qədər genişdir. Sağ bir dənə çölü ilə də tanış olaq. Baba da çöldən görünüşüdür. Yəni normaldır. Həyət baca geniş, şəxsi tikili vaxtı qiymətə bax elə bir dənə. 85.000 manata. Paket kupçal 4 sotun içərisində bu kvadratlı evi tikib başı gətirmək çətin məsələdir. Həyətini indi otun dadın vurmalısan, səliqəyə salmalısan o heç. Yəni böyük xərci yoxdur. Qiymətinə görə ideal qiymətdir. Bütün kanallar, bütün şotçikləri də var. Yəni əla qiymətədir. 85.000 ala biləcəyin ən maksimum evlərdən. Evin də sənəti, torpağın da sənəti, plus az məbləğində çatmasa, hardasa gəlsindən də söhbət eləmək olar. Sağ olun.